Salam aleyküm dəyərli şəhərlər. Kimya 7-ci sinif 1.2-ci mövzu, yəni bioelementlər mövzusunun video dərsinə başlayaq. Bismillah. İnşallah bu dərslərində biz nələri öyrənəcəyik? Canlıların tərkibindəki maddələrdən danışacağıq, bioelementlər nədir, onları araşdıracağıq. İnşallah ki, sonra bioelementlərin funksiyalarından danışacağıq, sonra da özümüzü qəşəng bir şəkildə yoxlayacağıq ki, öyrəndiyimi, öyrənmədiyimi. Baxaq, dəyərlər, ilk öncə canlıların tərkibindəki maddələr. Ümumiyyətlə, maddələr canlıların tərkibinə necə daxil olur? Gəlin birinci onu araşdıraq. Belə bir proses var, fotosintez. Bu fotosintez nədir? Normalda, deyək ki, torpağın tərkibində bəzi maddələr var, havanın tərkibində bəzi maddələr var. Bitkilər nə edirlər? Bu torpağın tərkibindəki maddələrdən, havanın tərkibindəki maddələrdən günəşin enerjisinin təsiri altında xüsusi maddələr istehsal edirlər. Və bu prosesin adına biz deyəcəyik fotosintez. Fotoşıq demək, sintezdə əmələ gəlmədiyi, yəni ki, işıqdan maddənin əmələ gəlməsi. Bu prosesdə bitkilər əsasən torpaqdan deməli su və minerallar soracaqlar və nə edəcəklər? Torpaqdan, havadan da karbon qazını alacaqlar. Bunları karbohidratlara, zülallara, yağlara çevirəcəklər, vitaminlərə və s. çevirəcəklər. Qısası canlıların yeyə biləcəyi bir şəkildə çevirəcəklər bunu bitkilər. Qəşəng bir şəkildə hazırladılar öz tərkiblərində. Deyək ki, məsələn, biz burada bir dənə dövrəyə qoymuşuq. Deyək ki, bu bitkidir. Bu bitkinin tərkibinə, deməli, bunlar nə edilər? Bunlar havadan və bir də torpaqdan qida maddələrini aldılar fotosintez prosesi nəticəsində. Sonra da qəşəng bir maddələr istehsal edildilər özləri üçün. Ki, bu maddələrdə dovşanlar yedilər deyək ki, həmin maddələr keçdi dovşanların bədəninə. Sonra dovşanları da tülkülər yedilər, həmin maddələri də keçdi tülkülərin bədəninə. Sonra tülküləri də qartallar yedilər, onlar da keçdi qartalların bədəninə. Qısası sonra qartallar da ömrünü başa vurdular və öldülər. Öləndən sonra da bunları bakteriyalar, göbələklər çürütdülər. Təzədən həmin maddələri qaytardılar torpağa. Qısası biz buradan öyrəndik. Fotosintezdə bitkilər cansız mühitdən qida maddələri canlıların içərisinə qatdılar. Ki, bu dövrəyə belə getdi. Həmçinin insan bədəninə də bu yolla qida maddələri daxil olur. Yəni biz ya bitkiləri yemişik və yaxud da bitkilərin qidalarından istifadə edən heyvanları yemişik və o qidalar daxil olurlar bizim bədənimizə. Bakteriyalar, göbələklər nə edilər? Bunlar çürümə prosesini həyata keçirirlər. Yəni, qidanı təzədəndən canlının tərkibindən cansıza qaytardı. Yəni, torpağa qaytarmağa başladılar. Qısası belə bir dövrəyə baş verdi. Biz öyrəndik ki, canlının içərisində qida maddəsi ilk daxil olma yolu fotosintezlə oldu. Fotosintezdə başladılar, qida maddələrinin yolçuluğu buradan başladı. Dəyərli dostlar, insanın bədəninə diqqət edəndə, insanın bədəninin böyük bir qismini su təşkil edir. Təqribən deyirlər 60-65%-ə yaxın insan bədənində su var. Bununla əlavə hansı maddələr var? Zülallar var, yağlar var, karbohidratlar var və digər maddələr var. Yəni deyək ki, vitaminlər var, minerallar var, en qədər maddələr var, nuklein turşuları var falan var, en qədər maddələr var canlıların tərkibində. Qısası bizim tərkibimiz bu maddələrdən ibarətdir. Dəyərli şəhərlər, bioelementlərdən danışacaq. Bayaqlar biz dedik ki, canlıların tərkibində xüsusi maddələr var idi. Mən o populyar maddələrdən bir neçəsinin adını sizin üçün yazım. Məsələn, baxın, bunlar zülallardır. Zülal. Sonra burada yağlar göstərilibdir və bu da karbohidratlar. Karbohidrat. Canlıların tərkibində olan ən populyar maddələr bu üç maddələrdir. Ən populyarları. Zülal, yağ, karbohidrat. Bu arada bu şəkildə məsələn bəzi şəkillər təsvir olunubdur. Şagirdlər bu çaşdırmasın. Məsələn deyək ki, burada toyuq şəkli təsvir olunub. Bu o demək deyir ki, toyuq tamamilə zülaldan ibarətdir. Toyuğun içərisində yağ da var, başqa maddələr də var. Sadəcə olaraq zülallar daha üstünlüyü təşkil edir. Yəni ən çox zülalı biz hardan ala bilərik? Bax bu maddələrdən, bu qidalardan ala bilərik. Belə nəticə çıxara bilərik. Və yaxud da deyək ki, avokadonun içərisində təkcə yağdırmı? Yox. Avokado yəni mineralları da var, nə bilim karbohidratı da var, zülal da var. Sadəcə olaraq yağlar daha çoxdur, yağlar daha üstünlüyü təşkil edirlər. Bu maddələrin tərkibinə bir baxaq. Bu maddələrin tərkibində, yağların tərkibində var karbon, hidrogen, oksigen. Sonra karbohidratlarda da karbon, hidrogen, oksigen. Zülallarda isə karbon, hidrogen, oksigen və azot. Yəni artıq növbəti bir elementimiz də var, azot. Deməli, baxın, ümumiyyətlə canlıların içərisində ən çox olan elementlər karbon, oksigen, hidrogen və azot. Bu 4 dənə element daha çox var. Sonra bundan əlavə ikinci yerdə, belə dedi, bunlara birinci yerdə olan elementlərdirsə, ikinci yerdə olan elementlər də kalsium və fosfordur. Niyə kalsium və fosfordur? Söhbət insan orqanizmindən gedir. Niyə kalsium və fosfordur? Çünki kalsium fosfor bizim dişlərimizin və skeletimizin, sümüklərimizin tərkibinə daxildir. Skelet və sümüklərdə əməli başlı böyük bir kütlə tutur bədənimizdə deyə
biz dedik ki, kalsium və fosfor bədənimizdə ən çox yayılmış elementlərdəndir. Yəni təbii ki, karbon, hidrogen, oksigen və azotdan başqa. Ümumiyyətlə canlıların tərkibində olan bu elementlərə deyəcəklər bioelementlər. Bio canlı deməkdir. Bioelementlər, canlıların elementləri. Təqribən 70 yaxın element var ki, canlıların tərkibinə daxil deyərlər. Təbii ki, bir miqdarı daha çoxdur. Məsələn, karbon, hidrogen, oksigen, azot və kalsium, fosfor daha üstünlük təşkil edir. Bunlar da digər elementlər də var. İndi miqdarları azdır, çoxdur, amma var hər halda. Sorum gələk, dəyərli şəxslər, növbəti məsələmiz canlıların tərkibində olan ümumiyyətlə elementlərdən bir balaca danışaq. Deməli, canlıların tərkibində deyik kalsium və fosfor, sink, dəmir, maqnezium, kükürt. Burada təsvir olunanlar sizə deyirəm. Gəlin bunların əhəmiyyəti barəsində bir balaca məlumat verək sizə. Biz gələk kalsium və fosfordan danışaq. Bu bizim skeletimizin təməl maddələrindəndir. Yəni əgər kalsium və fosfor çatışmazsa dəyərli şəxslər, nə baş verəcək? İnsanın skeletində və dişlərində problem yaşanacaq. Skelet ola bilər, ləng böyüsün və yaxud da deyək ki, sümük əyilməsi falanlar olur. Bir çox problemlər ola bilər. Ona görə də yəni kalsium və fosforun çatışmaması birbaşa skelet və dişlərə təsir edən amildir. Bu arada yəni belə anlaşılmasın, kalsium və fosfor sadəcə bunlara təsir yox. Digər orqanlara təsirləri də var. Sadəcə olaraq, yəni belə deyək də, orta məktəb sizə bu materialları verib deyə mən də bunu sizin diqqətinizə çatdıram. Amma təbii ki, başqa engələr bunların. Məsələn, deyək ki, fosfor insanın zehni fəaliyyətini də təsir edir. Əgər deyək ki, kifayət qədər fosfor almazsaq, yaddaş problemləri ortaya çıxır, deyək ki, qavranma çətinliyi ortaya çıxır. Ona görə də tövsiyə olunur ki, zehni iş adamları fosforlu qidalar qəbul eləsinlər. Yəni, deyək ki, məsələn, balıq falan yesinlər, tövsiyə olunur. Çünki balığın tərkibində əməli bir çoxlu fosfor var. Ona görə də yəni, belə anlaşılmasın da, kalsium fosfor ancaq skeletə təsiri bitdi, yox. Sadəcə orta məktəb bunu verir, mən də bunu deyirəm sizə. Sonra uşaqlar sink. Normalda sinkin deməli, çatışmazlığı zamanı nə baş verəcək? Sink insanın bir böyüməsinə təsir eləyir. Bir də sinir sisteminin normal fəaliyyətini təmin edən elementlərdən biridir. Yəni, əgər sink çatışmazlığı olarsa, insanın böyüməsi, inkişafı ləngiyəcək. Bunu da yəni, yanlış anlamayın. Ay müəllim, mən gedib otururam, sinki qoyuram qabağıma, qaşıq-qaşıq yeyirəm və yəni, boyum olacaq 8 metr. Yox, belə bir şey yox, təbii ki. Burada məsələ nədir? Burada məsələ odur ki, yəni, bədəndə kifayət qədər sink olmalı. Sinkin tələb olunan bəlli bir norması var. Təbii ki, o yaşa görə dəyişir, o insanın çəkisinə görə dəyişir. Bioloji xüsusiyyətlərə görə insanın dəyişə bilər. Məsələn, deyək ki, filan adama bu qədər sink lazımdır. Bu qədər sinki ala bilmirsə, o zaman onun böyüməsi ləngiyəcək. Yoxsa mən normadan artıq sink qəbul edeyim, yox elə bir şey. Yəni ona cəhd belə eləməyin. Sonra dəmir. Dəmir dəyişəklər bizim qanımızın əsas tərkib hissəsidir. Əgər dəmir çatışmazlığı olarsa, insanda qan azlığı baş verir. Bu qan azlığı necədir? Yəni bəzən deyək ki, məsələn üçün deyirəm, çəkisi 70 kq olan insanın bədənində məsələn deyək ki, 5-6 litr qan olmalıdır. Tamam mı? Onun bədənində 5-6 litr qan var. Sadəcə qanın tərkibi o deyil. Yəni qanın tərkibində kifayət qədər dəmir olmalıdır. O dəmir onda yoxdur. Ona da qan azlığı deyirlər, anemiya deyirlər. Deməli, bunu da yəni yanlış anlayışlar. Mən yəni dəmir lazım deyəndə, yəni götürüb bıçağı və yaxud da vilka qaşığı yeməyi, çəngəl qaşığı yeməyi sizə tövsiyə eləmirəm. Sadəcə olaraq insanın qəbul edə biləcəyi dəmir var. O qəbul edə biləcəyi dəmir də bəzi qidaların tərkibindədir və yaxud da dərman əlavələri şəklində insan onu qəbul edir. Onu orqanizm həzm eləyə bilər. Məsələn, deyək ki, Azərbaycanda qızıl əhməd alması var. Onun tərkibində dəmir deyilənə görə daha çoxdur. O almadan istifadə eləməklə bizim dəmir olan tələbatımız əgər çox aşağı səviyyəsə, onunla təmin eləyə bilərik. Və yaxud da keçək maqneziuma. Dəyişək, maqnezium da bizim sinir sistemimizin normal fəaliyyətini təmin edir. Əgər problem maqnezium çatışmazlığı olarsa, sinir sistemində problemlər yaşana bilər. Bunu da belə yanlış anlamayaq. Sinir sistemdə problemlər yaşanar deyə, yəni maqnezium çatışmayanda insan belə deyim də, çox üzr istəyirəm ifadəmə görə, dəli olur falan, yox, məsələ o deyil. Sinirlərin ötürülməsində, impulsların ötürülməsində, yəni bizim hərəkətlərimizdə də problem yaşana bilər. Məsələn, deyək ki, insanda bəzən belə hallar olur. Əgər maqnezium çatışmırsa, əzələlərdə sudurqalar olur, tutmalar olur, bədəndə maqnezium çatışmazsa. Bu da deməli sinirlərin ötürülməsində və yaxud da əzələ problemləri ilə əlaqədar meydana çıxan bir şeydir. Deməli, maqnezium belə deyək, təkcə sinir sistemi yox, həm də skelet sisteminin, əzələ sisteminin təsiri ilə
element imiş. Sonra gəlir kükürt. Kükürt dərinin və saçların normal fəaliyyətini təmin eləyir. Yəni, əgər kükürt çatışmazlıq olursa, saçlar daha kövrək olurlar, daha tez tökülürlər və yaxud da dişlərdə, daha doğrusu dəridə quruluq falan, daha böyük problemlər ortaya çıxır. Qısası belə, deməli, məsələlər yarana bilər. Keçək, dəyərli şagirdlər, görək nələr öyrəndik. Dəyərli şagirdlər, diqqətinizə görə təşəkkürlər. İnşallah növbəti dərsdə görüşərik.